Balbal və sehirli ip. Quşların şirin nəğmələri ilə dolu, çiçəklərin ətrini daşıyan duyğu meşəsində balaca ayı Balbal yaşayırdı. Balbal oynamağı, dostları ilə gülməyi çox sevirdi. Amma bir sirri vardı. O, anasından ayrı qalmaqdan çəkinirdi. Harda olursa olsun, anasının yanında olmaq istəyirdi. Anası ilə bazara gedəndə, oyun meydançasına çıxanda, hətta qonaq gedəndə də anasının pəncəsini bərk-bərk tuturdu. "Ana, sən burada olmasan, mən darıxaram," deyirdi Balbal. Bir gün ana ayı Balbalı meşədəki böyük oyun otağına apardı. Burada çoxlu oyunlar, top hovuzu, Lego şəhərciyi var idi. Amma bura elə yer idi ki, analar kənarda gözləyir, uşaqlar isə dostları ilə oynayırlar. Balbal içəri baxdı, amma anasının əlini buraxmadı. Gözləri doldu. "Ana, sən də mənimlə gəl." Ana ayı diz çöküb onun gözlərinə baxdı. "Balbal, sən bilirsənmi? Sənin ürəyinlə mənim ürəyim arasında görünməyən bir sehirli ip var." Balbal təəccüblə soruşdu. "Nə ipi? Mən heç nə görmürəm." "O görünmür balam, amma möhkəmdir. Mən səni hər zaman hiss edirəm. Sən də məni. Əgər mən biraz uzaqlaşsam, bu ip bizi yenə də birləşdirir." Balbal bir an düşündü. Sonra dedi: "Yəni mən oynasam, sən uzaqda olsan da, sən də məni hiss edəcəksən?" "Bəli balam, mən səni burdan da, uzaqdan da həmişə sevirəm və hər zaman yanındayam." Balbal ehtiyatla top hovuzuna yaxınlaşdı. Əvvəlcə anasına baxa-baxa oturdu. Yaxındakı toplarla 1-2 dəqiqə oynadı. Sonra gördü ki, anası uzaqdan ona baxır və gülümsəyir. Ürəyində xoş bir istilik hiss etdi. Bu, ananın dediyi həmin sehirli ip idi. O gün Balbal çox oynadı, dostlar tapdı. Axşam anası onu qucaqlayanda Balbal dedi: "Ana, sən uzaqdaydın, amma mən sənsiz qorxmadım." Ana gülümsədi. Çünki sevgi ipi harda olsaq da bizi birləşdirir. Və o gündən sonra Balbal bildi ki, ana həmişə onun yanındadır. Baxışları ilə görməsə belə, ürəyi ilə onu hiss edir.